Lənkəran Astara İqtisadi rayonunda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün dövlət proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib. Tədbir Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verdiyi tapşırıqların icrası məqsədi ilə təşkil edilib. Prezidentin köməkçisi Natiq Əmirov son illərdə dövlət başçısının rəhbərliyi ilə aqrar sahədə həyata keçirilən sistemli islahatlar nəticəsində mühüm nailiyyətlərin əldə olunduğunu bildirib. 2015-2025-ci illərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin birbaşa rəhbərliyi və şəxsi nəzarəti ilə ölkədə aqrar sahənin inkişafı ilə bağlı çox ciddi tədbirlər həyata keçirilmişdir. Bu dövr ərzində üzümçülük, çayçılıq, çəltikçilik, sitrus bitkiciliği, fındıqçılıq, tütünçülük, baramatçılıq, pambıqçılığın inkişafına dair bir sıra dövlət proqramları qəbul edilmiş və uğurla həyata keçirilmişdir. Aqrar sahəyə dövlət dəstəyi artırılmış, görülən tədbirlər nəticəsində pambıqçılıq, tütüncülük, üzümçülük və şərabçılıq kimi ənənəvi sahələrdə istehsal və ixrac potensialı əhəmiyyətli dərəcədə artmış, bir sıra əsas məhsullar üzrə özünü təmin etmə səviyyəsi yaxşılaşmış, meyvə tərəvəz və yumurta üzrə tam özünü təmin etmə səviyyəsinə nail olunmuşdur. Ət, süd, balıq və kartof məhsulları üzrə də özünü təmin etmə səviyyəsində müsbət dinamika müşahidə edilmişdir. Əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün bir çox icra layihələr icra edilmiş, müasir suvarma sistemlərinin tətbiqi genişləndirilmiş, böyük su anbarları inşa edilmiş, suvarma kanalları yenidən qurulmuş və bildiyiniz kimi proseslər hal-hazırda da bütün ölkə ərazisində davam etməkdədir. Kənd Təsərrüfatı Nazirinin müavini İlhamə Qədimova dövlət proqramı çərçivəsində buğda istehsalında məhsuldarlığın hədəf rayonlarda 50 sentnerə, Lənkəran Astara İqtisadi rayonunun da daxil olduğu 31 Dəmgə rayonunda 30 sentnerə çatdırılması, 22 rayon üzrə kombayn parkının 571 yeni kombaynla yenilənməsi, 84,9 min hektar sahədə lazer hamarlama texnologiyasının tətbiqi və intensiv bağçılığın genişləndirilməsi nəzərdə tutulur. O, həmçinin fermerlərin üzləşdiyi problemləri sadalayıb. Bizim ölkəmizdə çağırışların başında su itkiləri sudan səmərəli istifadə, torpaqların degradasiyası və iqlim dəyişikliklərinə həssas sektorun daha ağıllıca idarə edilmə çağırışı gəlib. İnfrastruktur problemlərimizə baxdıqda torpaq sahələrinin kiçik parçalarda bölünmüş olduğunu, müasir texnologiyaya məhdud çıxışımızın olduğunu və kiçik torpaq sahələrində də yaradılan əlavə dəyərin daha aşağı olduğunu, eyni zamanda zəncir olaraq sadəcə istehsalın daha sonrasının, yəni emal mərhələsinin bir çox sektorlarda olmadığını görürük. İxracla bağlı vəziyyətə baxdığımızda məhdud ölkələrə, məhdud coğrafiyadan asılı olduğumuzu görürük və maliyyəyə çıxışın da sahibkarlarda problem olduğunu, zaman-zaman problem olduğunu bilirik. Dövlət Su Ehtiyatları Agentliyinin yanında suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov, dövlət proqramında müasir suvarma sistemlərinin tətbiq olunduğu sahələrin 130 min hektardan 300 min hektara çatdırılmasının və sudan faydalı istifadə göstəricisinin 45%-dən 95%-ə yüksəldilməsinin əsas hədəflərdən biri olduğunu bildirib. Qəbələ və Salyan rayonları ərazisində 20 min hektar sahənin konsolidasiyası və həmin sahələrdə təsərrüfat daxili suvarma şəbəkələrinin qurulması da planlaşdırılmışdır. Bu hədəflərin müəyyən edilməsi təsadüfi deyil. Məlum olduğu kimi müasir dövrdə kənd təsərrüfatı sektoru ölkəmizin ümumi su ehtiyatlarının ən böyük istehlakçılarından biri olaraq qalmaqdadır. Bu baxımdan su ehtiyatlarının düzgün idarə olunması həm aqrar sektorun inkişafının, həm də ümumi iqtisadi dayanıqlığın əsas şərtlərindən biridir. Ölkənin ümumi ərazisinin yarısından çoxu, yəni 4,8 milyon hektarı kənd təsərrüfatı təyinatlı torpaqlardır. Suvarmaya yararlı 3,2 milyon hektara yaxın torpaq sahəsinin 1 milyon 430 min hektarı hazırda suvarılır. Bu torpaqların 610 min hektarı kollektor drenaj şəbəkəsi ilə təchiz edilmişdir. Eyni zamanda mövcud statistik məlumatlar göstərir ki, istehsal olunan kənd təsərrüfatı məhsullarının əksər çox hissəsi də məhz bu sahədə, bu suvarılan sahələrdən əldə olunur. Ölkədə bitkiçilik məqsədi ilə istifadə olunan geniş torpaq sahələrinin mövcudluğuna baxmaraq, müasir suvarma sistemləri ümumi əkin sahələrinin təxminən 10%-ni əhatə edir. Bu isə kənd təsərrüfatında suvarma sistemlərinin modernləşdirilməsi istiqamətində əlavə tədbirlərin görülməsini
zəruridir. Lənkəran şəhəri İcra Hakimiyyətinin başçısı Talih Qaraşov bildirib ki, Prezident İlham Əliyevin aqrar sahənin inkişafına göstərdiyi xüsusi diqqət və bu istiqamətdə qəbul olunmuş dövlət proqramı nəticəsində rayonda çəltikçilik, çayçılıq, sitrusçuluq və digər ənənəvi kənd təsərrüfatı sahələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illərdə çəltik əkin sahələri və məhsul istehsalı əhəmiyyətli dərəcədə artıb. Yeni emal müəssisələri yaradılıb, çay plantasiyaları və intensiv sitrus bağları genişləndirilib. Çiyələkçilik sahəsində yüksək nəticələr əldə olunub. O, həmçinin rayonun aqrar və aqroemal potensialına diqqət çəkərək, məhsulların ixrac həcminin artdığını, soyuducu anbar infrastrukturunun inkişaf etdirildiyini, kənd təsərrüfatında məşğulluğun genişləndirildiyini bildirib.